Butslarının dəyişilməsini istəyir. Zərbə Salavat Ağayev! Və bir qədər əvvəlki epizodun təkrarı burada Səlahat. Daha bir təhlükəli vəziyyət qapı qarşısında və Ernest Enfor. Enfor. Flavinho ayala düşünür. Salavat Ağayev! Və bir qədər əvvəlki epizodun təkrarı. Bertucci və top direğin yanından keçir. Alvaro, Tskadadze, Baçana Tskadadze. Cabalov zərbə endirir, daha bir zərbə, Stamenkovic. Şpiçic, qüvvətli zərbə top direğin üstündən keçir. Saşa Stamenkovic. Yalnız ilk hissənin son anlarında öz məharətini göstərir, həqiqətən də çox yaxşı oynadı Serbiyalı qapıcı. İki epizodun ikisində də. Baçana Tskadadze topu Asif Məmmədov ötürür. Asif Məmmədov cərimə meydançasında da. Asif Məmmədov ötürmə qapı qarşısına. Topu toxunma mümkün olur. Şpiçic və gol! Matya Şpiçic hesab açır. Görüşün 47-ci dəqiqəsində. Inter futbolçuları ikinci hissəyə qolla başlayırlar. Asif Məmmədov, bəli, Tskadadze'nin əvəzləməsi düz nəticəsini verir. Ustalıqla cərimə meydançasına daxil oldu və ideal ötürmə etdi komanda yoldaşına Asif Məmmədov. Hesab açılır. Turun mərkəzi qarşılaşmasında Şəfa stadionunda Inter futbolçuları Neftçi ilə oyunda hesabdır əldə edilər. Bəli, Matya Şpiçic hazırda Topaz Süper Liqasının ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Anti Agoli ilə birlikdə. Bunu da qeyd etmək yerinə düşər. Və bu da epizodun təkrarı. Bertucci'ni, Neftçinin sol cinah müdafiəçisini keçdi. Matya Şpiçic'e ötürmə etdi Asif Məmmədov və o da üzərinə düşən işi artıqlaması ilə yerinə yetirir. Daşdemirov, Flavinho ilə mübarizədə uduzur. Mahir Şükirovun ötürməsi qapı qarşısına zərbə və gol! Hesab bərabərləşir. 60-cı dəqiqə. Elvin Yunuszadə ilk epizodda top qapı dirəlmişdi və bu dəfə Elvin Yunuszadə topu qapıdan keçirə bilir. Hesab bərabərdir. Inter Neftçi qarşılaşmasında Elvin Yunuszadə hesab bərabərləşdirir. Bəli, hücuma ikinci dəfə qoşulur və istəyinə çatır Elvin Yunuszadə. İzləyirik təkrarı. Ancaq Alvaro topu saxlaya bilmədi. Mezakolli sağ cinahla oynayır. Daşdemirov cərimə meydançasına ötürmə və gol! Matya Şpiçic 65-ci dəqiqədə dubl edir. 2-1 Inter əldədir. Yenə Şpiçic, yenə Şpiçic. Bəli, müdafiəçi belə hücuma qoşulmalıdır həqiqətən də. Bir qədər əvvəl Elvin Yunuszadə hücuma qoşularaq hesabı bərabərləşdirdi və Şpiçic yenə hücuma fəal qoşulur və hesabı yenidən komandasının xeyrinə dəyişir. Fikir verin, sol cinah müdafiəçisi hardadır? Və təbii ki, Mahir Şükirovun da, kapitanın da səhvinə fikir verin. Hesab 2-1'dir. Müdafiədə Neftçi futbolçularının anlaşılmaz oyunu və nəticədə Şpiçic topu qapıdan keçirir. 2-1. Bir qədər əvvəl Inter müdafiəsində Slavço Georgievski çox ciddi. Topla irəliyir. Sağ cinahda Asif Məmmədov var. Məmmədov ötürmə cərimə meydançasına. Alvaro və Stamenkovic. Diqqətlə izləyir Böyük Ağacıyev və yanında da Bəxtiyar Musayev var, köməkçisi. Flavinho zərbə endirməyə hazırlaşır. Flavinho və top qapıdan alı keçir. Inter komandası Derlis Mezakolli. Cərimə meydançasına daxil olur. Mezakolli və Elvin Yunuszadə. Əhsən Elvin Yunuszadə, ancaq olmadı.